Sağ ol Ayvalık kardeş. Sen Allah canını sağ eylesin kardeş. Seninle her oturup yiyirken de inanırsan insanın ömrü artır. Sağ ol Ali Kirve. Ama adam var ki oturup çörek yiyirsen ortada öyle bir kuş bırakır ki varana yok olursan. Öyle bir ki bir gülle der sana. Yani sözünün evvelini, ahırını bilmeyen adamlar çoktur. Allah seni eləcə də yaxşı yoldaşların hamısını elə adamlardan qoyzaq eyləsin. Həmin mövzuda belə yazıram ki, söz var üz qızardar, şillədən betər. Söz var zəhərlidir, güllədən betər. Sözün ucalığı qüdrətdən yetər, yetdiyim zirvədən enməmişəm mən. Özgə yerişi ilə girmədim bəhsə. Yetmədim dar gündə yetməyən kəsə. Arxamca daş atıb hürən naqsa baş qoşub bir dəfə dinməmişəm mən. Yamandan yaxşılıq ummayla qəti. Ağırdır sonradan gələn minnəti. Verib beləsinə kəmi fürsəti, ərif gül kimi solmamışam mən. Nə çox belələri, ay toğulcalı. Fərqli ürəklərin, fərqli amalı. Qalsam da piyada, tək, təmənnalı. Kiminsə tərkinə bilməmişəm mən. Allah canını sağ eləsin, vahim Allah.